Hüseyin radiyallahu anhunun qəbri hardadır? Hüseyin radiyallahu anhunun qəbri dəqiq olaraq bilinmir hardadır. Rivayətlərdə, tarix kitablarında gəlir ki, İraqda. Çünki orada şəhid oldu radiyallahu anhu. Bəzi elm əhli deyir ki, Şamdadır. Şəhid edildikdən sonra cəsədi Yəzidə götürülür Şama. Bəziləri belə deyir. Dəqiq olaraq bilinmir hardadır. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, ən yaxın rəy, ən yaxın fikir odur ki, İraqda dəfn olunub Hüseyin radiyallahu anhu. Amma Həsən radiyallahu anhu Mədinədə dəfn olunur Baqi qəbirstanlığına. Sonra Əli radiyallahu anhunun dəfn olunma yeri haqqında odur ki, dəqiq olaraq %100 şəkki ortadan qaldıran belə bir məlumat yoxdur. Üç rəydədir elm əhli adətən. Bəziləri deyir ki, Əli radiyallahu anhu Kufədə dəfn olunur. Kufədə İmara sarayında, yəni əmirlərin oturduğu sarayda dəfn olunur. Necə ki, həmin yerə Muaviyyə radiyallahu anhu da, həmçinin Amr ibn al-As da həmin yerə dəfn olunur. Hər üçü də eyni yerə. Bəziləri deyir ki, qeyri-məlum bir yerə dəfn olunur İraqda, Kufədə dəfn olunur, amma qeyri-məlum bir yerdə. Bəziləri də deyir ki, Əli radiyallahu anhu vəfatından sonra Kufəyə dəfn olunur, sonra oğlu Həsən radiyallahu anhu onu Mədinəyə gətirir, Bəqiyə dəfn edir. Bəzi elm əhli də belə deyil. Bunlardan ən doğru rəy odur ki, Allahu aləm, Kufəyə dəfn olunur, dəqiq yeri məlum deyil, ehtimal var ki, İmarət sarayında dəfn olunmuş olsun. Amma Nəcəfdə olan, hansı ki, bugün Buveyhi adında Rafizi hakimlərinin biri Nəcəfdə böyük bir məşhəd tikibdir, oranı Əli radiyallahu anh qəbri olaraq təqdim edib ki, bu qəti şəkildə doğru deyil. Ən doğru rəy odur ki, o Muğirət ibn Şu'bə radiyallahu anhunun qəbridir, Əli radiyallahu anhunun qəbri deyil. Fatimə radiyallahu anhə də Peyğəmbər s.ə.v ailəsindən ilk dəfə Peyğəmbər s.ə.və qovuşan insan olur və Bəqi qəbirstanlığına dəfn olunur vəfatından sonra. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.